Tarixə baxın, yaxşı olub, yaxşılıqda dayanan insanlar elə cinayətlər eləyib ki, heç bir zina eləyən, şərab içən o cinayətlər eləməyib. Tarixin bütün cinayətlərini kim eləyib? İmam başı kəsənlər kimlərdir? Dinə gəlib, dində bir sıra əməllər eləyib, qürura qapılıb, özündən razı olub dayanan adamlar. Bundan o yana nə deyim sizə? Görün, hansı cinayətlərə imza atıblar? Sizcə bu təsadüfdür İbn-i Mülcəm Əlini öldürsün? Sizcə bu təsadüfdür Şimr İmam Hüseynin başını kəssin? Allah bir araq içən, bir zina eləyən tapmırdı ki, gəlsin Əlini öldürsün? Allah bir günahkar oğurluq eləyən tapmırdı, gəldi İmam Hüseynin başın bədənindən ayırsın? Xeyr, İmam Hüseynin başın bədənindən ayıran piyada 20 neçə dəfə həccə gedən adam olmalıdır. Belə adamların içindən birini seçir. Həzrət Əli Aleyhisselamın başına qılınc zərbəsi vuran, gecələr ibadət edib, gündüz oruç tutan adam olmalıdır. Amma hansı səviyyədə o ibadətinə qürurlanan və inkişafdan dayanan? Qürur gəldisə, özündən razılıq gəldi, bu dayanma nöqtəsidir. Tarixin bütün əsas cinayətlərini bu adamlar eləyib. Və bundan sonra da edəcəklər. Bütün cinayətlərin bugün də əsas iştirakçıları belə insanlardır.